bütün Samsungistləri belə bir sual maraqlandırır. Galaxy S23 və S24 seriyası nə zaman One UI 8 yeniləməsi alacaq? Sizin bu sualınıza təxmini cavab verirəm. Samsung One UI 8-də daha kiçik dəyişikliklərlə Android 16 yeniləməsini sürətləndirməyi planlaşdırır. Görünür, Samsung One UI 7-nin qeyri-normal işə salınmasından sonra istifadəçi etibarını bərpa etmək istəyir. İnfosuzuntulara görə Galaxy S24 seriyası Android 16-lı One UI 8-in ilk beta versiyasını iyunun sonunda və iyulun əvvəlində alacaq. Galaxy S23 modellərinin sahibləri biraz çox gözləməli olacaq. Çünki onlar üçün sınaq versiyası iyulun əvvəlində və ya ortalarında gözlənilir. Hələ ki beta versiyası Galaxy S25 seriyası üçün əlçatandır. Yəni sınaq tam sürətlə gedir. One UI 8-in inkişafı daha sürətli olacaq. Çünki yeniləmə One UI 7 ilə müqayisədə daha kiçik olacaq. Google'un Android 16 üzərindəki işlərini ayın sonuna kimi başa çatdıracağı gözlənilir və bu son proqram təminatının daha koordinasiyalı və vaxtında buraxılması üçün təkan ola bilər. Çox güman ki, Galaxy S24 və S23 seriyası üçün One UI 8-in tam versiyası sentyabr ayında buraxılacaq.